Dini yəni inancları niyə lağa eləyirsən, lağa qoyursan, müzakirə eləyirsən? Tənqid edirəm. Və tənqid eləmək hüquqi haqqımdır. Bilirəm, sizə onu hüquq verir, o sizə bu günlərə şərait yaradanlar da günah, sizə günah yoxdur. Bilirəm, başa düşürəm. Şərait yaradan konstitusiyadır. Bir etirazın varsa konstitusiya məhkəməsinə yaxınlaşa bilərsən. Yox, konstitusiya bu dəqiqə sizin əleyhinizə işləyir. Bizim əleyhimizə işləyən konstitusiya yoxdur. 48-ci maddənin 2-ci bəndi. Bax, sənə bir dənə sual verirəm, Sevic. Sən Sevic olaraq ölkədə baş verənlərdən niyə danışmısan? Çünki mən siyasətçi deyiləm. Bu siyasətlə bağlı sən və yaxşı sən din alimi deyirsən, dini məktəb qurtarmamısan, dini təhsilin yoxdur. Məktəb qutarıb, məktəb bitirib dediyin və alim dediyin neçə nəfər istəyir? Dinlə də yavaş-yavaş dinlə. Qarşılıqlı danış. Bax, dini məktəb bitirib, dini status qazanmış. Kim istəyirsən çağır bura. Sadəcə 10 dəqiqə ver yetərlidir. İşini bitirərəm ideolojik olaraq. Baxın, sənin yanında olanlara baxın, hamısı yazır ki, təxribata gəlir. Ümumiyyətlə sizin anlayışınız budur. Yəni belə çıxmasın. Mən sənin əqidlərindən, sənin yanında olanlar, səni dəstəkləyənlər eyni bir yerdə son adamlar. Xeyr. O özgüvən onlarda bir sən harda var? Çünki onlar əmindirlər. Aşağı yuxarı kifayət qədər əmin olanlar var ki, mən nəyə əminsin? Deyim də sənə. Deyim də yavaş. Bir dəqiqə bitmə beni. Bax, nəyə əmindilər deyim sənə. Ona əmindilər ki, mənim apardığım format mənə o imkanı verir ki, sənə paylaşdığıma və ağzıma açanda mən bilirəm ki, sən nə niyyətlə buradasan və kökdə kimsən. Əmin ol ki, bunu bilirəm. Bilirsən niyə? Sənin kimi adamları tanımaq zamanında işim idi. İşimin bir parçası idi. Dostum, pislə gəlməsin ha. Çünki bir adam ağzını açanda, siyasi ritorikaya qaçırsa, hərri veteranlıq soruşursa, 30 saniyə sonra soruşacağı şey veteranlar, qazilərin təminatları olacaq. İndi buyur. Ümumiyyətlə sən mən bilirəm axı sən Allah şahiddir ki, bax Allah şahiddir ki, ümumiyyətlə sizin amma sənin düşüncə olan insanlar hamımız beləsiniz. Bax desəm ki, yəni bir dənə haqq ədalətdən danış, bir dənə qazilərin haqqından danış. Tutaq ki, bax deyirsən ki, mən şey deyirəm ki, nədir? Siyasətçi deyirəm ki, mən siyasəti müzakirə edirəm. Aha. Amma bu siyasət deyir də, yəni səndə bu səbat varsa, sən hansısa dindən tanımamsan da, yəni sən din alimi deyirsən, mən səni din alimi kimi tanımıram. Sən dini mədrəsə qurtarmamısan, sən özün haqqında yəni ən azından bilirik də. Sənin işin, peşin, bax, səni mən görməmişəm yahudiləri xas sən sənə tənqid edəsən. Yalan deyirsən. Ya onların dinindən asılsın. Sənin sırf məqsədin cuhlar kimi. Bax qulaq. Yahudilər kimi mən sənə baxıram da. Yəni sizin fikriniz, sizin məqsədiniz bilirsən nədir? Seviş, boynunuz alın. Biz deyəndə kimi nəzərdə tutursan? Vəhabilərlə sənin çox şeyin düz gəlir. Biz deyəndə kimi nəzərdə tutursan? Vəhabilərlə sənin apardığın bax, sənin yürütdüyün belə siyasət deyim də. Seviş, sənin yürütdüyün bu siyasətlə vəhabilərin siyasəti eyni gəlir. Eyni tutur. Çünki siz şiələrin, Hüseynçilərin, müsəlmanların düşmənisiniz. Və baxıram ki, sizin mübariz ancaq mübariz bunlarlandır. Mübarizən fars rejimi iləndir. Mən səni görməmişəm cuhlar. Ulan, mübarizən fars rejimi iləndir. Etirazın var. Mübarizə uşaq qatilləri ilə Fələstində olan uşaq qatilləri. Kimə deyirsən uşaq qatilləri? Müsəlmanları öldürürlər Fələstində. Niyə? Və kişi yəni bir İsrail, Amerika, İsrail. Niyə danışmısan? Niyə danışmırsan? Kişinin vicdanından danışanı birinci insana kişinin vicdanı. Deyirəm ki, nə İsrail maraqlandırır məni. Qulaq as. Nə İsrail məni maraqlandırır, nə Fələstin. Niyə? Bax, qulaq as. Danışanda keçən dəfə deyirdim, Nazaranda hicab sarından bağlı. Qulaq as bir dənə. Sənə verdiyim suala düzgün cavab istəyirəm. Çünki mən də cavab verməyə çalışıram, əgər dinləyəcəksənsə. Bax, sabahlarım İsraillə diplomatik bir problem yaşasaq, anti-Azərbaycançı bir siyasəti görsəm İsrailin, geydirim İsrailə deyə biləcəm. Amma sən fars rejimi ilə bərabər düşünürsən. Bax. Burada söhbət müsəlmanlardan gedirsə, burada sən millətçi bax, yenə deyirsən. Ya qulaq as. Kes. Müsəlmanlardan geçmir söhbət. Qulaq as. Siyasət demirdin. Qulaq as. Sakin. Azərbaycan ölkəsi. Sakin. Ya, müsəlman nə əlaqə? Fars rejimindən danışırıq. Qulaq as, yaxşı. Fars rejimindən siyasətə qatmadın. Azərbaycan ölkəsində yaşayırsan. Hə. Ölkənin prezidentinin diplomatik əlaqələri var. Hə, Naçi deyirdi. Kim? Naçi demişdi. Kim Naçi demişdi? Sepaha. Mən görməmişəm ölkə başçısı orası Sepaha Naçi deyirdi. İrana baxmaqdan vaxtın olmayıb da. Bütün paylaşımları mən İrana baxmamışam, haqqıma girmə. Yəni əgər rezonda bir yanlış olmasa. Yenə anlamırsan. Bax, ölkə başçımızın, qulaq as. Sənə mən sual verirəm. Bir dəqiqə qulaq as, səsini bağladım. Qulaq as. Ölkə başçımızın İranla diplomatik əlaqələri var deyirsən, İsraillə də var. Hə. Niyə düşünmürsən ki, İsraillə aramız normaldır? İsraillə kim deyib sənin İsraillə aramız normaldır? İsraillə də diplomatik əlaqələrimiz var da. Və yaxşı, sənə bildimə var aramız. Bizim diplomatik əlaqələrimiz İranla da var. Cənab prezidentimiz çıxıb İran haqqında yanlış fikir əsasləndirib. Başa düşmürəm, yanlış fikir nə olur? Yəni ən azından sənin qədər tənqid edib İranı. Başa düşmürəm. Birincisi eləyib. İkincisi sualıma cavab vermirsən axı. Düşünürəm yox, sənə sualıma cavab verməlim.
ölkə başçısı Hə İlham eləyib, Əliyev. hə eləyib, hə eləyib. Hələ bir dənə qoy dəlil qoy da Göstərsəm Xameyni şərəfsizdir deyəsən. Göstərsən də göstərməsən sənin şərəfsiz olmağı deyəcəm. Niyə atomlu Xameyni? Yoxsa anonas yer eləyib? Yox, görsən amma sən mən bilirəm ki, sən zuhuddur olsan. Sən izlədiləndə bilməlidir ki, sən zuhudun. Bicənə. Gördün sifəti? Mən Azərbaycandan danışıram, adam cuhud deyir. Mən Azərbaycandan danışıram, adam cuhud deyir. Və siz bicənəsiz. Bax.